İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı William Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərindən daha biri satılıb. Xəbərlər.net Xitab 24 Aza istinadən xəbər verir ki, söhbət BMW 740i markalı avtomobildən gedir. İlk dəfə 23 min manata təklif olunan BMW 740i son olaraq yarı qiymətinə 11.500 manata satılıb. Bu isə demək olar ki, avtomobil bazarında yaxşı vəziyyətdə olan Prius markalı maşının qiymətinə bərabərdir. Həmin avtomobili William Hacıyevin həyat yoldaşı Julietta İbrahimova idarə edirdi. Qeyd edək ki, ötən ay vaxtilə William Hacıyevin oğlu Məhəmməd Hacıyevin idarə etdiyi Range Rover markalı avtomobil də hərrac yolu ilə satılıb. 56 min manata satış çıxarılan avtomobil sonradan 42 min manata öz alıcısını tapıb. Hacıyev ailəsindən müsadirə edilən Bentley Continental GT markalı avtomobil isə daha öncə 58.500 manata satılıb.